Salam hörmətli abituriyentlər, Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər haqqında danışacağıq. Camatlıq Car Balakən camaatlığı idi. Car, Balakən, Katex, Muxax, Tala, Cəniki özündə birləşdirirdi. Əhalisi türk soylu tayfalardan ibarət idi. Hər cəmiyyət bir neçə kənd icmasından ibarət idi. Bu saydıqlarım cəmiyyətlər idi. Kəndxuda və qazı tərəfindən şəriət qaydaları ilə idarə olunurdu və ruhanilərin nüfuzu böyük idi. Cəmaatlığın ali orqanı isə xalq yığıncağı idi, yəni ən mühüm qərarlar burada verilirdi. Məsələn, müharibə və sülh məsələləri burada həll olunurdu və burada həddi buluğa çatmış kişilər iştirak edirdi. 18-ci əsrin 50-ci illərində Şəki xanlığından asılı vəziyyətə düşmüşdü. İlisi sultanlığı Səfəvilər dövründə meydana gəlir. İdarə edənlər sultan titulu daşıyırdılar. 18-ci əsrdən sultan hakimiyyəti irsən keçməyə başlayır İlisuda. Borçalı da Səfəvilər dövründə meydana gəlir. 17-ci yüzillikdə ərazisinə Borçalı və Loru daxil idi. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi tərəfindən idarə olunurdu. Nadir tərəfindən Kartli çarına, Kaxetiya çarına verilmişdi. Ərəş də Səfəvilər dövründə meydana gəlmişdi. Şirvan bəylərbəyliyinin tərkibində idi. Səfəvilər dövründə Ərəşin sonuncu sultanı Şahabəddin sultan olmuşdur. 1795-ci ildə ləğv edilib Şəkiyə birləşdirilir. Ümumiyyətlə, Səfəvilər dövründə meydana gələn sultanlıqlar İlisu, Borçalı və Ərəşdir. Qazax sultanlığı 18-in ikinci yarısında meydana gəlib, Qazax tayfasının adı ilə bağlıdır. Hakimləri irsi hakimiyyətə malik sultanlar idi. Qəbilə Qutqaşin 18-ci əsrin ortalarında yaranmışdı və Şəki xanlığına tabe olmuşdu. Gəldik məlikliklərə. Xaçın, Dizaq, Çiləbörd, Vərəndə və Gülüstan. Bu məlikliklər xristiyan məliklikləri idi və Qarabağın tərkibində idilər və Qarabağa tabe olmaq istəmirdilər. Bunlardan yalnız Xaçının əhalisi yerli idi, digərləri isə gəlmə idi. Məsələn, Dizaqa Lorudan gəlmişdilər, Çiləbördə Mağavizdən gəlmişdilər, Vərəndəyə Göyçədən gəlmişdilər, Gülüstana Şirvandan gəlmişdilər. Amma Xaçının əhalisi yerli xristiyanlar, yəni albanlar idi. Məliklikləri çox vaxt xəmsə məliklikləri də adlandırırdılar. Çünki 5 məliklikdir və xəmsə 5'lik deməkdir. Onlar Qarabağda bölüşdürücülük, yəni separatçılıq, ayrımçılıq siyasəti aparırdılar. Onlardan heç biri dövlət yarada bilmədi. Əhalisi xristiyan albanlardan ibarət idi. Xaçının əhalisinin yerli olduğunu dedik, digərləri isə gəlmə idi. Qarabağ xanlarından Pənahəli və İbrahim Xəlil hər ikisi bu məliklikləri özünə tabe etmişdi. Belə, dəyərli yoldaşlar, mövzunun qısa şəkildə təsvirini verməyə çalışdıq. Ümid edirəm ki, aydın oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hələlik.